Rahim. Allahümme salli ala Muhammedin və ali Muhammed. Bəhsimiz torpağa səcdə barəsində idi. Bundan qabaq Qur'an-ı Kərimdə torpağa səcdə etməklə bağlı Fəth surəsinin 29-cu ayəsini qardaşları diqqətinə çatdırmışdıq. Ondan sonra Peyğəmbərimizin, Allahın salamı olsun ona və əhl-i beytinə, yer mənim üçün səcdəgah və pak edici qərar verildi kəlməsini ki, indi hal-hazırda Səhih Buxaridə var, göstərmişdi. Üçüncü bəhsimiz Peyğəmbərimizin torpağa səcdə barəsində dediyi, sahabələrin gördüyü hadislər, Peyğəmbər gördü biri əmmamasını qoyub, işarədə əmmamasını qalxız. Peyğəmbər dedi, alın. Müxtəlif növ səcdə, torpağa səcdə ilə bağlı hədislərə qardaşların diqqətini çatdırmışdıq. Əhl-i sünnə qardaşlarımızın mənbəyində. Axırıncı bəhsimizdə də həsir bəhsin, həsirə səcdə etmək barəsində Peyğəmbərdən olan hədislər və paltara, libasa, əmmamaya, köynəyin bir yerinə səcdə barəsində dedi ki, əhl-i sünnə qardaşlarımız da bizlə alimlərin bir neçəsi etiraf edir ki, ya o hədislər zəifdir, ya o hədislər məcburiyyət və zərurətdən doğur, çarəsizlikdəndir. Amma adlı halda insan torpağa, daşa, həsirə səcdə etməlidir. Bugünkü bəhsimiz əhl-i sünnə qardaşlarımızın əqidəsinə əsasən Peyğəmbərimizdən, Qur'an-ı Kərimdən əlavə olaraq da sahabələrin özü də bizə bir dəlildir. Sahabə bir işi görübsə, biz onu qəbul edirik. Sahabə bir sözü deyibsə, biz onu qəbul edirik. İndi sahabələrin hamısını qəbul edirlər, amma biz isə sahabələrin hamısını qəbul etmirik. Bizim əqidəmiz budur, sahabələr özləri Qur'an-ı Kərimin, Peyğəmbər əhl-i beytinin qoyduğu düzgün yolla gediblərsə, o sahabanın dediyi də bizə qəbul oluna bilər. Amma bəzi sahabələr Peyğəmbərdən sonra Qur'anı tapdalayıblar, Peyğəmbərin yolu düzgün gedmirlər, biz onu qəbul eləmirik. Bu bizim əqidəmizdir. Amma qarşı tərəf əhl-i sünnə qardaşlarımız və bəzi məzhəblər bizdən daha da artıq, daha da mötəbər bildiyinə görə sahabələri, biz indi Peyğəmbər sahabələrinin torpağa səcdə etməyi barəsində olan dəlillər gətirəcəyik. Nə üçün? Çünki qarşı tərəfin özünün etirafına əsasən sahabələrin buyurduğunu özündən mütləq şəkildə sübut və dəlil bilir. Birinci, sahabələrin sözləri. Birinci sözlə. Birinci il ilk növbədə Həzrət Əleyhisselam, əhl-i sünnə qardaşlarımızda buyururlar ki, sahabədir. Sunanul Kubra kitabında 2-ci cild səhifə 105-ci səhifədə Həzrət Əleyhisselamdan belə rəvayət olunur. Hər vaxt sizdən bir nəfər səcdə etsə, gərək öz əmmaməsini alnından kənara çəksin. Nə etsin? Əmmaməsini alnından deməli, torpağa o dəyməlidir. 2. Hakimin İnşapuri Mustadраkus Səhihin kitabında Beyhəqidən Əs-Sunanul Kubra kitabından nəql edir ki, İbn Abbas ki, Peyğəmbərin əmsi oğludur, həm də səhabədir, belə buyurdu. Hər kəs səcdə vaxtı öz alın və burnunu yerə yapışdırmasa, namazı bəyənilmiş və kifayət deyildir. 3. Birinci xəlifə Əbu Bəkir Əl-Musannəf Abdurrəzzaqın kitabında 1-ci cild hədisin nömrəsi 1552 buyurur ki, İbn Əbi Üməyyədən nəql edir, mənə çatıb xəbər belə ki, Əbu Bəkir özü səcdə edəndə harasa torpağa səcdə edərdi. Başqa bir hədisində Abdurrəzzaq belə buyurur, yenə hədisin nömrəsi 1547 hədis belədir. Əbu Bəkir bizlə namaz qıldı və biz onunla bir yerdəydik və o səcdə eləyəndə torpağa səcdə elədi. Müxtəlif hədislər var burada. İnşallah qardaşlar o kitabların özünə geniş müraciət edə bilər. 2-ci xəlifə Ömərdən Ət-Tabaqat kitabında İbn Səad müəllifidir. 3-cü cild 284-cü səhifədə buyurur ki, ilk dəfə məscidə daşları namaz qılmağa gətirən Ömər olub. İnşallah bu hədisi burada yaddaşda saxlayın. Bizim dərdimizə dəcək, qabağında bir bəhs atacaq. Bizə deyirlər ki, siz məscidlərdə möhürxana qoymuşsunuz, möhür yeri.
Deməli, bizdən qabaq ilk dəfə möhür kimi kəsəyi, daşı, torpağı məsələ gətirən kim olub? İkinci xəlifə. Ömər özü də namazda əmr etdi. Məscidə həmin o kəsəkləri, daşları döşəsinlər. Üçüncü xəlifə Osman. Kitab Əl-Müsənnəf İbn Abdurrazzaqın kitabında 2-ci cild hədisin nömrəsi 2408. Belədir ki, Osmanla bir yerdəydik, namazın vaxtı çatdı, namaz qıldı və bu zaman hədis uzundur gəlir və deyir ki, mən Osmanın özündə təkbir deyəndən sonra belə gördüm ki, Osman alnını hara qoydu? Torpağa qoydu. O biri sahabələrdən. Məşhur sahabə, ikinci xəlifə Ömərin oğlu olub. Adı Abdullahdır. Abdullah ibn Ömər. Nafi deyir, mən Öməri səcdə edən vaxtı gördüm, əmmaməsini götürdü, öz alnını yerə yapışdırdı. Torpağa yapışdırdı. Haradadır? Sünən-i Beyhəqi 2-ci cild səhifə 105. Məsruq ibn Əcdə, bu tabeyindir, inşallah ona gələcək. O cümlədən sahabələr daha çoxdur, mən bunların hamısını saymıram, bu qədər sahabəyə mən kifayətlənirəm. İkinci dəstə əhl-i sünnət dünyasında mötəbər qəbul olunan şəxsiyyətlər sahabələrdən sonra tabeyinlərdir. Tabeyin kimə deyilir? Qardaşları demişik. O adam ki, Peyğəmbəri görməyib, amma Peyğəmbəri görəni görüb. Sahabələr görən nə deyirlər? Tabein. Tabeinlərdən kimdir? Ət-Təbəqatul Kubra kitabında Məsruq ibn Əcdə barəsində bu ki, o səfər zamanı, səfərə çıxanda özü ilə bir parça kəsəyi götürürdü ki, gəmidə səcdə eləyəndə ona səcdə eləsin. İndi bu adam kimdir? Elə bir tabeyindir ki, onun özündən hədislər nəql olunub. İbn Məsud Peyğəmbər sahabəsidir, onun tələbəsi olub. O özü Əbu Bəkiri görüb, həmin bu adam. Öməri görüb, Osmanı görüb, Həzrət Əlini görüb və Abdullah ibn Məsuddan da rəvayət nəql edib və bunlardan da rəvayət nəql edib. Daha kimdir? Əli ibn Abdullah ibn Abbas, o da tabeyindir. O mənə yazdı, rəzindir, Əxbar-ı Məkkə kitabında 13-cü cild 151-ci səhifə. Baxın, bizi kimi tam Mərva dağının başlarından bir dənə lövhə mənim üçün göndər ki, ona səcdə edib. Demirsiniz, biz üstümüzə möhür gəzdiririk. O kişi ona məktub yazır, Əxbar-ı Məkkə kitabı, əhl-i sünni mənbəyidir, dedim, səhifə cild. Qarşı tərəfdən Mərva dağı hansı dağlardandır? Quranda da adı çəkilib, müqəddəs dağdır. O dağdan bir parça mənim üçün göndər, namaz qılanda alnımı ona qoy. Biz özümüzdən bir şey ixtira eləməmişik. Tabein bu yolu gedib, sahabələr bu yolu gedib. Mən daha üstündə çox qalmıram. Bu qədər buna kifayətlənirəm ki, inşallah qardaşlar geniş formada əhl-i sünnə qardaşların kitablarına müraciət eləsinlər. Salavat zikr eləyək. Allahümmə salli ala Muhammed və ali